Çox sağ olun, əziz bacılar, qardaşlar. Mənim bugünkü mövzum Efeslərə göndəriş 5-ci fəsil 2-ci ayədən olacaq. Kimin müqəddəs kitabı varsa, gəlin birlikdə açaq və oxuyaq. Efeslərə məktub 5:2. Məsih bizi necə sevdisə, özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, biz də məhəbbətdə elə həyat sürün. Amin. Və bu ayəni oxuyanda bu ayə başdan ayağa mənim üçün belə deyək də tapmaca kimi idi. Birincisi, Rəbb niyə məni sevdi? Çünki bu dünyada heç kimi elə belə sevmir. Özünüz də çox gözəl bilirsiniz. Və hər kəs sevəndə üzə də deməsə, dilinə gətirməsə də arxasında həmişə nəsə durur. Məsələn, adətən yaxşı oxuyan uşaqları sevirlər. Düzdür? Məsələn, mən bunu hiss eləmişəm. Üzümə deməsələr də mən hiss eləyirdim ki, çünki mən heç vaxt yaxşı oxumamışam və mənim şəklim bəzi qardaşların şəkli kimi heç vaxtı şərəf lövhəsində olmayıb. Əksinə olub. Və mən hiss eləyirdim ki, mən yaxşı oxusaydım, məni yaxşı da sevərdilər. Uşaqlıqda xəstə uşaq olmuşam, ona görə ayrıca sevirdilər. Bəli, elə sevgi də var. Amma bu dünya belədir də. Bu dünyada heç kimi elə belə sevmir. Təmənnasız sevmir. Az da olsa, cüzi də olsa var. Amma Rəbb İsa Məsih bizi təmənnasız sevdi. Mən bunu həmişə hiss edirəm və həmişə özümə sual verirəm. Axı, niyə sən məni sevdin? Məndə seviləsi bir şey yoxdur. Özümdən də xoşum gəlmir, nə bilim, səsimdən də xoşum gəlmir, vidimdən də xoşum. Sən niyə məni sevdin? Sadalasın, belə bir şey yoxdur. Və hər kəs də öz həyatına düzgün baxsa, görəcək ki, Rəbb bizi sevəndə səbəbsiz sevib. Heç bir şey ummadan sevib. Heç bir onun üçün bir iş görmədən sevib. Bugünkü, nəinki o vaxtı sevib, bugünkü gündə də biz nəsə eləsək, neynəsək belə İsa Məsihin qurbanını üzərindən bir şey eləyə bilməyəcək. Ən üstün şey odur ki, Rəbb, Ata Allah, öz oğlu İsa Məsihi bizə görə qurban verib. Və bundan üstün bir şey yoxdur. Ona görə də biz, belə deyək də, özümüz baxsaq ki, sevməyə bir səbəb yoxdur, amma özümüz həmişə qarşımızdakiları nə üçünsə sevirik. Elə olmasaydı İsa Məsih deməzdi ki, əgər sizi sevənləri sevirsinizsə, nə mükafatımız olacaq? Vergi yığanlar da belə etmirmi? Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarına artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? Ona görə də səmavi atanız kamil olduğu kimi siz də kamil olun. O necə təmənnasız sevdisə, siz də elə sevin. Rəbb bunu bizdən istəyir. Rəbb istəyir ki, bizim sevgimiz heç bir şeye bağlı olmasın. Xahiş edirəm, sakitliyə riayət edin, çünki mənim fikrim qarışır. Bizim sevgimiz heç bir şeye bağlı olmasın. Nə yaxınımıza, nə uzaqdakına, nə məbəddəkinə. Çünki fikir versək bizim həyatımıza, biz nə qədər də olsa o belə də insanların arasında belə sinif qoyuruq. Bunu sevmək olar, bunu sevmək olar, buna lazımdır. Küçədə gedəndə buna müjdəliyim, buna lazımdır. Baxırıq görürük kim bizim xoşumuza gəlir, amma Allah elə eləmir. Rəbb üçün hamımız eyniyiz. Rəbb üçün hər bir övlad eyni dəyərdədir. Çünki Rəbb İsa Məsih hər birimiz üçün qurban gedib. Bunu biraz dərk eləmək ağır olur. Fikir versək biz əgər İsrail xalqına, o xalqı Rəbb niyə sevmişdi? Hiçbir şey görə. Deyim ki, bir super bir xalqdır. Yox. Niyə seçmişdi onları? Deyim ki, günahsız idilər. Yox. Ömür boyu deyiniblər, Rəbbi sınağa çəkiblər.
Nə başqa xalqlardan üstündülər, nə edəsə, nə bilim, nə Misirlər kimi piramida tikiblər, nə Yunanlar kimi dərin mədəniyyətdə, heç bir şey. Fikir verin, Rəbb özü də bunu onlara deyir. Bu qanun təkrarında 7-ci fəsildə Rəbb deyir ki, çünki siz Allahınız Rəbbin müqəddəs xalqısınız. Birdən-birə oldular müqəddəs. Birdən-birə. O sizi yer üzündəki bütün xalqların içərisindən özünə məxsus xalq olaraq seçdi. Rəbbin sizi sevməsi, seçməsi o biri xalqlardan daha çox olduğunuz üçün deyil. Həqiqətən siz onlardan azsınız. Rəbb sizi sevdiyi və atalarınıza verdiyi vədi yerinə yetirmək istədiyi üçün qüdrətli əli ilə sizi Misirdən çıxartdı. O sizi köləlik diyarından, Misir padşahı Firondan satın aldı. Yəni, bugünkü gündə mən həmişə fikirləşirəm ki, ya Rəbb, bu dünyadan mənim nəyim üstün idik, sən mənə seçdin. Hər biriniz də bu sualı verə bilərsiniz. Mən bir zadəgan qanundan döyürəm, bir nə bilim başqa şeydən. Heç bir mənim üstünlüyüm yox idi. Biraz nəydəsə, üstünlük nəydəsə, zəif, amma belə bir genialne bir şey yox idi bizdə. Belə bir insanlar baxsın açısına, wow, belə bir şey yox idi bizdə. Rəbb bizi seçəndə bizim heç nəyimiz yox idi. O dünyada bir söz var, kim olubsa, nəsə. Özümə həmişə deyirəm. Kim olmuşsan? Heç kim. Amma nədənsə Rəbb bizi seçdi. Və maraqlısı odur ki, o bizi öz ailəsinə daxil elədi. Yəni, İsa Məsihin sayəsində biz Rəbbin övladları adlandırılıq. Rəbb İsa Məsihin sayəsində biz onun bacı qardaşları adlandırdıq. Bir dəfə İsa Məsih bir yerdə oturub dərs deyirdi, insanlara öyrədirdi və gəlirlər ona deyirlər ki, sənin anan, bacın və qardaşların səni çöldə gözləyirlər. Onlara nə deyir? Deyir, mənim anam, bacım və qardaşlarım mənim sözlərimi eşidib icra eləyənlərdir. Və mən özümə sual verdim ki, Rəbb niyə öz anasın, bacısın, qardaşların alçaldır? Çatmırdı mənə. Amma neçə ildən sonra mənə çatdı ki, o onları alçaldmır, o bizi onların səviyyəsinə qaldırır. O səni, məni sevgisinin sayəsində o səviyyəyə qaldırır. Və deyirsə, əgər bu günləri sən Rəbbin kəlamını oxuyursansa, Rəbbin kəlamını icra edirsənsə, sevirsənsə, təkcə kitabda oxumaqla yox ha, həyatda da o sevgini göstərirsənsə, sən onda olursan İsa Məsihin anası, bacısı və yaxud qardaşı. Deyir, sən bunu eləyirsənsə, sən mənim ailəm səviyyəsində mənə yaxınsın. Bilirsiniz, bu dünyada bir çox insanlar kiminsə qohumu olmaq üçün can atırlar. Və hansı bir nazirdən, filandan söhbət düşəndə deyirlər, o mənim əmi oğlumun kirvəsinin bacısı oldu. Biz yaxınıq, qohumuq. Hardan ya? O öz əmisi oğlunu tanımır. Amma sən biraz o yaxınçılığı hiss eləmək istəyirsən. Sən istəyirsən ki, biraz da ona yaxın olasan. Amma bu günləri Rəbb İsa Məsih bizə o şansı verir ki, biz ona yaxın olaq. Onun kəlamını oxumaqla və onu icra eləməklə. Onun sevgisini bir-birimizə göstərməklə. Çünki başqa bir tələb yoxdur. Dərin bir rituallara ehtiyac yoxdur. Özünü öldürməyə getməyə Sion dağına, çarmıxı belvə götürüb çıxmağa, Yerusəlimin küçəsindən getməyə ona ehtiyacı yoxdur. Gündəlik özünü nədənsə məhrum eləməyə ehtiyacı yoxdur. Rəbb deyir, sadəcə mənim kəlamımı oxu, onu icra elə və mənim sevgimi bir-birimizə göstər və bu yetərlidir ki, sən Rəbbin ailəsinə qəbul olasan. Çətin də deyir. İnandırım sizi, desəydi ki, Allah, mənim üçün get filən dağa 7 dəfə çıx, düş, qaça-qaça yeyib düşərdi. Amma bu günləri o bizə deyəndə ki, bir-birimizi sevin, sevmək bizim üçün problemə çevrilib. Sevmək bizim üçün dərdə çevrilib. Və bilirsiniz, uzaqdan olanı sevmək
çox asandır. İlk dəfə gəlib tövbə eləyəni öpmək ki, qardaşım, bacım, xoş gəldin, iman elədin, o asandır. İllərlə məbədə gələni sevmək çətindir. İllərlə səninlə bir ailədə yaşayan arvadı sevmək, bir ailədə yaşayan əri sevmək, bu bizim üçün daha böyük problemə çevrilir. Və bəzən biz sadəcə gülə-gülə yola veririk. Hə, mən səni sevirəm, mən də səni sevirəm. Nə vaxta kimi sənin həyatında bu yalan olacaq? Nə vaxta kimi sən özünü və ətrafdakiləri alladacaqsan? Çünki Allahı allada bilməyəcəksən. Rəbbin bizdən istədiyi saf məhəbbətdir. Bacarmırsansa, mən başa düşürəm. Kimsə deyə biləcək ki, bacarmıram. Bu adam seviləsi adam deyil. Bu adam yola gediləsi adam deyil. Onda dua ilə Rəbb sənə onu versin. Mənim həyatımda olub bir neçə insan. Kimə ki mən salam verirdim, nə bilim, ya iynəliyirdi, ya nəsə eləyirdi. Dünyada olsaydı, ağzımı açacaqdım, sənki səndə, mənimki məndə. O kim, mən kim? Amma Rəbdə mən məcbur oldum. Dua eləyim ki, Rəbb mənim ürəyimə sevgi qoysun. Ona görə də hər birimizdən bugünkü gündə, əgər çətindirsə, ağırdirsə və mən bunu başa düşürəm, dua eləyin ki, Rəbb ürəyinizə sevgi qoysun. Sevə bilmədiyiniz yaxınınızı sevəsiniz. Çünki çox vaxtı düşmənlər elə olardı. Bilirsiniz, tez-tez biz deyəndə ki, düşmənlərimi sev, insanlar deyirlər, bəs filan milləti necə sevə bilər? Sən birinci evdəkini sevə bil, sonra filan millətə keç. Sən birinci öz xalqını sev. O qədər insanlar var ki, yaxı bizim xalq düzəlməyəcək, bu xalq belədir, filandır, mən gedirəm başqa ölkəyə, gedib orada nə edəcəksən? Sən də bu xalqın nümayəndəsisən və burada bəyənmədiyin şeyləri orada aparırsan. Və inandırım sizə elədir. Buradan Avropaya gedənlər var, ha. Yerə orada sigareti, bankanı, filanı, putulkanı atanı, yenə bizimkilərdir. Hansılar ki, burada bəyənmirdilər, buranı zibilləyirdilər. İndi gəlirlər oraya zibiləyirlər. Əgər sənin həyatında negativ varsa, əgər sənin həyatında qaranlıq varsa, sən bundan sonra 5 dənə də ideal ailə qursan, sən bundan sonra 100 dənə də gözəl dostlar tapsan, 50 dənə də yaxşı məhəbbət tapsan, hər yer zibilləyəcəksən. Çünki bu zibil sənin içindədir. Və dəyişmək üçün Rəbbin yanına gəlmək lazımdır. Və ondan o saf məhəbbəti istəmək lazımdır. Sənə görə yox, Rəbb onsuz da səni sevir. Çünki bilirsiniz, o daxilində negativ olan insanlar, onlar ki, hər yerə nifrət saçırlar, deyir ki, yox, Rəbb mənə nifrət edir, Rəbb hamını sevir. Müqəddəs kitabda Rəbb deyir ki, mən sadəcə günaha nifrət edirəm. Mən sənin elədiyinə nifrət edirəm. O cəmadın dalınca deyinirsən, ha. O qurtlu-qurtlu danışırsan, cəmada söz soxursan, ha. Bax, Rəbb o şeylərə nifrət edir, amma səni sevir və istəyir ki, sən dəyişəsən. İstəyir ki, sən onun kəlamı ilə yaşayasan. İstəyir ki, sən insanlara xeyir-dua verəsən. Onun ayələri ilə danışasan. Da serialdan öyrəndiyin o soxucu sözləri cəmada deməyəsən. Bu dünyanın o murdar sözlərini statuslarına qoymayasan. Rəbbin kəlamına uyğun olan şeylərlə yaşayasan. Rəblə yaşayasan. Və ona görə də müqəddəs kitabda deyir ki, Rəbb səndən nə istəyir? Belə bir maraqlı bir sual var. Nə istəyir? Sadəcə sevməyi istəyir. Ona görə hər birimiz bu günləri özümüzə baxaq. Bizdə seviləsi bir şey yoxdur. Mən bu yaxınlarda bir verilişə baxırdım. Bir jurnalist çox tanınmış adama deyir ki, əgər sənin bütün bu tanınmışlığı, bütün bu puluvu, bütün bu like'ları, followerləri, sən fanatlarını kənara qoysaq, sən kimsən? Sən kimsən? Baxın, bu günləri bizim geyimimizi, keçimimizi, makiyajımızı, evimizi, maşımızı, hər bir şeyi kənara qoysaq, şəxsiyyət olaraq özümüzə sual verin, mən kiməm? Rəbb məni nəyə görə sevir? Çünki bütün o sadaladığım şeylərə görə insanlar bizi sevirlər. Kimisə puluna görə, gözəlliyinə görə, mülayim olduğuna görə və yaxud başqa bir şeylərə görə. Amma şəxsiyyət olaraq heç bir şeysiz, sən hələ doğulmamışdan qabaq,
Rəbb səni artıq sevirdi. Rəbb səni artıq sevirdi. Və səndən də bir şey istəyir. Sən də başqalarını gözündə qiymətləndirmədən sevəsən. Çünki o səni heç nəyə görə sevmədi. Və müqəddəs kitabda bir dənə də maraqlı ayə var. Baxın, biz sevgiyə layiq heç nə eləməmişdik. Niyə? Çünki Romalılara göndərişdə yazılıb ki, lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü. Əgər biz Allahın düşməni olduğumuz vaxt, onun oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra onun həyatı vasitəsilə də daha qəti olaraq xilas olacaq. Baxın, biz hələ Allaha düşmən idi, Allah bizi seçdi və sevdi. Biz hələ günahkar idik, Allah bizi sevdi və günahlarımıza baxmadı. Və bugünkü gündə də Rəbb deyir ki, əgər sən mənim oğlum kimi olsan, sən də başqalarını sevsən və sevgini sübut eləsən, çünki hər bir sevgidə sübut var. Elə mən yalandan deyim ki, Rövşən qardaş, mən səni sevirəm, Rəşad, öpürəm. O ilə keçmir. Hər bir sevginin sübutu var. Rəbb dedi ki, mən səni sevirəm və səni sevdiyinə görə öz oğlu İsa Məsih sənə görə qurban göndərdi. Hansı arvada yalandan desin ki, mən səni sevirəm, evə bir şey baxmasın, baxım görməyəməsin. Sübutu var, yox. Uşaqlar, mən sizi sevirəm, uşaqlar lüt gəzir, geyməyə bir şeyləri yox. Sübut olmalıdır, hərəkət olmalıdır. İndi baxın, biz bugünkü gündə, mən demirəm ki, Rəşad, mən səni sevirəm və mənə görə çarmıxa çəkilir, yaxud. Elementar bəzən olur ki, bir bacı, bir qardaş bir-birinə bir stəkan suyu vermirlər. Nəyəsə xahiş edirsən, yola verirlər. Başqa adam xahiş eləsəydi, tez qaça-qaça eləyərdilər. Amma işi gücü ondan keçməyən adamdan xahiş edirsən, eləmir. Amma nə deyir? Mən səni sevirəm. Hələ toplantının əvvəlində gəlir utanmaz üzündən də öpür və deyir, mən səni sevirəm. Amma hərəkətlə göstərmir. Ona görə də sevgi sübut tələb edir. Və Rəbb İsa Məsihin sübutu o idi ki, o hər birimizə görə canını qurban verdi. İndi bu iki gündə biz yalandan deyə bilərik, ya Rəbb, mən səni sevirəm. İlahilərdə oxuya bilərik, ya Rəbb, mən səni sevirəm. Sevirəm səni İsa. Amma həyatımızda bunu göstəririkmi? Sevən insan sevdiyinin sözünə qulaq asar. Arvad ərinə deyirsə ki, mən səni sevirəm, amma istədiyini eləyirsə, öz başınalıq eləyirsə, bu sevgi deyil. Sevirsənsə sözlərini icra eləməlisən. Övlad deyirsə ki, ata, ana, mən sizi sevirəm, sözünə baxmırsa, bu sevgi deyil. Və biz də bugünkü gündə deyiriksə ki, ya Rəbb, mən səni sevirəm, amma hərəkətimizlə bunu göstərmiriksə, həyatımızla bunu göstərmiriksə, onun kəlamını oxumuruqsa, eşitmiriksə və icra etmiriksə, bu sevgi deyil. Buna nə ad qoyursan qoy, bu sevgi deyil. Ona görə də gəlin bugün özümüzə bir qərar verək. Qərar verək ki, biz bugündən etibarən Rəbbimizi həqiqətən sevək. Onun sözlərinə dinləyib, oxuyub, icra eləyək. Bu bir. İkincisi, yaxınımızı özümüz kimi sevə bilək. İsa Məsih deyir ki, bir-birinizi mən sizi sevdiyim kimi sevin. Çarmıxa çəkilməyək ya bir-birimiz üçün. Sadəcə bunu hansısa hərəkətimizdə göstərək bir-birimizə. Sevgi budur. Və sevgini göstərmək üçün okean otayına getmək lazımdır. Burada bacı qardaşlarına göstərirsin. Evdə həyat yoldaşı və övladlarına göstərirsin. Bu dünyada müjdələdiyin insanlara göstərirsin. Çətin olanda sevirsən. Çünki sevmək heç vaxt asan deyil. Mənə də sevmək asan deyildi. Mən burada belə danışmama baxmıyorum. Mənim xasiyyətimə görə mən inanmıram ki, mənim yoldaşım bütün xasiyyətimi tamlığı ilə sevsin. Yox, o da bezir. Amma Rəbb məni o xasiyyətimlə birlikdə sevir. Mən bunda əminəm. Rəbb səni o pis xasiyyətinlə sevir.
Amma nə olar dəyiş. Nə olar tövbə elə. Nə olar bu günləri Rəbbə qərar ver ki, ya Rəbb, mən də səni sevəcəm, mən də yaxınlarımı sevəcəm və mən bu sevgini sübut eləyəcəm. Ona görə də bu günləri hər birimizi tövbəyə çağırır. Tövbə onun üçün edək ki, bir-birimizi həqiqətən sevək. Yaxınlarımızı həqiqətən sevək. Rəbbimizi sözdə yox, həftədə bir dəfə məbəddə yox, hər bir günümüzdə sevək. Bax, sabah açılacaq, bugün buradan toplantıdan çıxacaqsa, sevgi onda başlayacaq. Sevgi bugün burada tövbə vaxtı bitməməlidir. Sevgi buradan çıxandan sonra da başlamalıdır. Ona görə də mən tövbəyə çağırırım. Kimlər tövbə eləmək istəyirsə, kimlər həyatını dəyişmək istəyirsə, kimlər Rəbbin məhəbbətindən dadmaq istəyirsə, Rəbblə yaşamaq istəyirsə, kimlər Rəbbin sevgisini hiss eləyib və başqalarına hiss etdirmək istəyirsə, gəlin bugün dəyişək. Gəlin bu günləri Rəbbin sevgisi ilə həyatımızı dolduraq. Və Rəbb həqiqətən də həyatımızı nurlandırsın öz sevgisi ilə və dəyişsin. Amin.